Mənə bu əl verir. Milli Ordunun heyətindən də qatılmışdı bizim, elə bir ki, gəlmişdi. Dedilər ki, meşənin içində nəsə adam var, buranı göstərir, bizim üstümüzü. Başladılar, belə deyək, o tərəfdən sanitarka ilə bunlar qaçmağa. Elə bil Füzulinin, elə bil üzə çıxmışıq Füzulinin. Füzulini almışıq, çölündəyik biz, mövqeylənməyə. Başladılar sanitarkalarla, oazlarla maşına yığıb qaçmağa da. Həmən buradan çıxan, Füzulidən çıxanlar qaçıb orada sanitarkalara minirlər, qaçmağa. Rəhmətli Nimət gəldi, köhnə asfalt var idi orada. Dedi, elə bu asfaltın üstünə qoy, ayaqlarım qoydum Spike'ın. Dedi, raketi taq. Raketi taqdıq, şəxsiyyət yığılır da, ermənilər yığılır hamısı içinə, indi qaçmağa da. Bizdə də məsafə o azdır da, təqrib elə gözlə görsəm məsafədədir, amma çox deyil. Nemət oturdu, raketi nizamladı, qapısını bağlayan Mamet təsəvvür edin, qapısından saldı sanitarkanın raketi. Birbaşa məsafə, nə qədər məsafə ola bilər ki, köhnə sanitar, oaz sanitarkaları var, düz raketi saldı onun içindən. Təsəvvür edin, insan qalıqları, zatları var, beləsinə səpələnir də, dəstə komandirdə arxadan təsəvvürlə sevindiyinə avtomat atır, beləsinə bir ikisində göyə atdı ki, görür bilsən, o qisas hissi var idi da bizdə, bizim içimizdə yanan bir alov var idi, o alovu çıxardırdılar, elə bil ki, onların parça-parça olmağı, onların ölməyi bizim içimizdən alovu çıxardırdı çölə. Elə həmən var, dəstə komandir başladı beləncə, uşaqlar arxadan başlayır da, eləyir da ki, qəddi qırılıb da, yəni Füzulidən təsəvvürlə çıxartmışıq. Başladıq Füzulinin içində mövqey qurduq. Mövqeyləndik orada. Mövqeylənəndən sonra belə bil həmən axşamı, aldığımız axşamı biz biraz sakit keçdi orada. Bilmirik, yoxsa sabah nə hadisə olacaq, nətər olacaq. Sabahsı təsəvvür edin, o bizim durduğumuz mövqeylər var. O qədər minamyot atdılar, o qədər minamyot atdılar. Təsəvvür edin, işıq dirəkləri var, işıq üstulbaları, kənd yerlərində zətdə olur, üstulbalar indi. Təsəvvürlə onları saldılar yerə. Bir neçəsi, o qədər minamyot düşdü ki, bir neçəsinin dibinə, onun məsafəsi nə qədərdir ki, mən 40 sant, 50 santda diametr, onu saldı, o qədər minamyot atmışlar ki, ora. Və minamyotla, belə deyək də, minamyotu atdılar, onun üçün atdılar ki, bizim başımız qarışsın minamyota, onlar bizə hücum eləsin də, xüsusi təyinatları hücum elədi həmən var. Bizim üstümüzə ki, başımız qarşı olur minamyotla bir yerdə, bizdən Füzulini təzədən alsınlar da. Minamyot atdıqca bir dördür ki, bizim üstümüzə gəlirlər, xüsusi təyinatlar. Amma dəqiqliklə bilirdi ya, onlar xüsusi təyinatlıdır, çünki geyimləri fərqli idi, hərəkətləri fərqli idi, belə deyək, manevrləri fərqli idi, gəlməkləri fərqli idi. Hiss edirsən də bu, yəni adi sıravi əskər deyil. Başladılar bizə hücum eləməyə. Biz də başladıq atışmağa. Orada uşaqlar atışmağa snayperlə, avtomatla. Gördülər ki, mümkündür də, yəni girə bilmirlər. Nə elədilər, girə bilmədilər. Başladılar ölülərin götürməyə, yaralıların götürməyə, arxaya çəkinməyə. Bizim də demək olar ki, həmən vaxt sursat çox istifadə elədik. Sursatımız ağır silahlı OSV idi, SVD idi. Spike'ı da ata bilmirik, yəni şəxsiyyətə görə tank hücum eləyə bilər. Spike'ı onun üçün saxlamışdıq ki, amma lazım olar da, yəni bilinmir də döyüşdür, nə sürprizlər gözləyir bizi qabaqda. Yəni hücuma keçə bilərlər hər an. OSV ilə SVD-də mərmi qutardı, başladıq avtomatla çatmır. Bunlar çıxdılar oradan. Yaralıların götürdülər, ölülərin götürdülər, çıxdılar arxaya. Biz oranı demək olar ki, Füzulini bir 3 gün, 4 gün saxladıq əlimizdə. Axırda Milli Orduya təhvil vermişdi oranı. Ondan sonra hansı fəaliyyətlər oldu? Ondan sonra biz belə deyək, çıxdıq arxaya, təxliyə. Komanda bərpa eləməkdir, özümüzü, silahımızı, sursatımızı. Ondan sonra
təzədən bizim ən böyük belə deyək, hədəfimiz Şuşaya çatmaq idi. Xüsusi təyinatlı qüvvələrin belə deyək, Azərbaycan ordusunun ən böyük belə deyək, tapşırığı Şuşaya çatmaq. Bilirdik ki, Şuşaya çatandan sonra Qarabağ demək olar ki, azaddır. Yəni ən böyük əlverişli yerimiz bizim Şuşa idi. Şuşa istiqamətində hərəkət elədi. Yəni Şuşa istiqamətində hərəkət eləyəndə bizim mənim yanımda şəhid olub Mədətov Royal. Allah onun ailəsinə səbir verilsin. Həqiqətən belə deyək, canavar kimi oğul idi. Allah onun yaxınlarına səbir versin. Mədətov Royal bizim yanımızda şəhid oldu. Qabaqda həmişə çoxdan xidmət eləyən gizirlərimizdən idi. Qabaqda dozor gedirdi həmişə. Biz getdik, bir yerdə mövqeyləndik orada. Axşam çiskin elə-belə, belə deyək də, yağış demək olmaz. Axşam belə çiskinli hava var idi. Soyuğu idi, həm də ki, biraz hava boğunuq idi də, dumanlı idi. Həmən gecəni biz mövqeyləndik orada. Səhər hardasa belə olardı, 4-5. Gördük ki, bunlar da, ermənilər də qorxularından başlayırdı atmağa. Harasa səhərə yaxın, gecə atış eləməyə. Başladılar, səhərə yaxın qorxurdular, axı biz girərik ora, ya dağdarıq. Bizim də heç xəbərimiz yoxdur, qabağımızda post var. Tası biz gəlmişik də, biz mövqeylənmişik. Tası sakitçilikdir, axşam biraz mövqeylənək, ondan sonra hərəkətimizə davam edək. Səhər çağı, səhərə yaxında 4-5 gördük, traser mərmilər atırlar, avtomatın o traserlərindən atırlar. Qorxudan eləyirlər, onların bizdən xəbəri yoxdur. Sadəcə atırlar ki, elə bilsinlər ki, bunlar da biz onlara ataq, bizim yerimizi bilsinlər ki, gəlməyimizi. Amma elə kör güllə atırlar, ha. Yəni nişan alıb atmırlar. Atışdan hiss olunur. Atışdan hiss eləyirsən ki, bunun atışı, yəni hədəf atışı deyil, sadəcə belə qorxu üçün atılan atışdır ki, filan yerdə şey var da, burada post var. Rəhmətli Mədətov Royal orada söhbət elədi. O aprel döyüşlərində yaralanmışdı, səhv etmirəmsə, döyüşdə də olmuşdu. Sonra bizim yanımızda elə bil ki, şeydə də yaralanmışdı, qolundan qəlpə girmişdi. Gedib arxaya qəlpəni çıxartmışdı, qayıtmışdı, yenə qayıdıb təzədən gəlmişdi bizim yanımıza. Orada söhbət elədi, dedim mənə beləntinə. Mənim belə deyək də ilk müharibəmdir. Bunun üzrə demək olar ki, ikinci müharibə, təcrübəsi var, xidməti ili var. Söhbət eləyirdi bir-birimizdən beləntinə. Ayqa Qazaxlı idi. Birindən müharibədən çıxmışam, ikisindən çıxmışam. Üçüncüsündən də çıxacam inşallah. Bir dəfə elə bir yaralanıb qayıtmağım dedim. Mən dedim, inşallah indi. Bizə tapşırıq verdi, Mədətov Royalda qabaqda dozor gedirdi. Elə bir dəstənin qabağında dozor olur, ya qrupun qabağında dozor olur. İlk, belə deyək də, mərmi atılsa da, yəni xəbər olur da, ən azından qrup tam məhv edilmir, tabor tam məhv edilmir. Biraz bizdən qabaqda gedirdi o. Biz çıxdılar yuxarı, ermənilər başladı atmağa oradan, həmən yeri. Balaca bir təpə idi, qalxdıq oradan, atdılar. Atdılar, gördük uşaqlar deyək, atışdılar, bizdən uşaqlar atdılar, az idi orada. Yəqin 3-4 nəfər erməni var idi, çox yox idi orada. Onlar çünki elə bir vəziyyətə qalmışdılar ki, bir nəfərin, 5 nəfərin burada, 3 nəfərin burada, yalandan da şey eləsinlər ki, qabağa desinlər ki, filan yerdən belə deyək, biz gəlirik. Mədətov Royal uzandı, biz elə bildik ki, mövqeyləndi də, yəni ki, güllə şey eləməz. Ara sakitləşdi, ara sakitləşəndən sonra uşaqlar Royal çağırır, Mədətov Royalı. Royal səs gəlmir. Bu qədər bu qalmaz axı yerdə. Biz uşaqlar getdilər, gördülər ki, kör, belə deyək, güllə burasından girib də şəhid oldu. Belə Mədətov Royal oldu, uzandığı yerdə şəhid oldu. Yəni, onun o vəziyyətdə mən şəhid olmağını istəməzdim, həqiqətən. Canavar kimi oğlu idi. Amma düşmənlə üz-üzə, qəhrəmancasın. O heç, yəni, o kör güllə ona atışmada atışdı. O kör güllə girdi, onu şəhid elədi.
Biz onu təsəvvür edin. Bizdə bir nəfər onda həmən döyüşdə, elə bil həmən vaxtı bir nəfər real şəhid oldu da. Biz onu bəlkə də bir 10 kilometrə qədər özümüzlə apardıq. O real. Çünki orada qoya bilməzdik. Bizdən irəliyə apardıq özümüzlə. Uşaqlarla hər 4 nəfərdən bir dəyişirdi, 5 nəfərdən bir dəyişirdi. İndi hiss eləmişsiniz, eləməmişsiniz. Bəlkə də insan belə deyək, ruhu bədəndən çıxandan sonra biraz da ağırlaşır. Bir var şey olanda. Biz onu harasa bir 10 kilometrə yaxın özümüzlə apardıq. Çünki orada qoya bilməzdik. Ola bilər də indi hansısa, hardasa erməni qalar, gələr, üzr istəyirəm, başının nəsə xoşa gəlməz hərsə. Biz onu 10 kilometr bəlkə özümüzdən apardıq ki, əlaqə arxa bizdən təxliyə gələndə normal bir yerə qoyaq ki, təxliyə gəlsin, bizdən oradan götürsün də onu. Biz onu özümüzdən 10 kilometrə yaxın aparmışıq. Oradan belə deyək, irəlilədik qabağa, gəldik, Çanaqçı, Sığınaq kəndləri var idi. Ora çıxdıq. Orada kəndin içində belə deyək, kəndə biz yuxarıdan atış elədik. Atış eləyəndə hamı belə deyək, açılıb ancaq atış eləyir də, içəridə görə indi kim var, nə yox. Başladılar oradan qışqırıq səsləri zadı gəlməyə. Bizim o vaxt bizim başımıza gətirilən hadisələr var idi. Bizim Xocalıda, ondan sonra hər belə deyək də Qarabağda bizim millətin başına nə oynatmışlar onlar, nə eləmişlər, nələrdən çıxmışlar. Amma biz kişi kimi döyüşüb, kişi kimi qisas aldıq. Biz onlar kimi qadından, uşaqdan belə deyək, qisas almadıq. Biz kişi kimi döyüşüb, kişi kimi qan aldıq. Mən indi də bu günləri başımızı belə deyək, yastığa qoyanda da ən azından bilirik ki, bizim 92-də, 90-cı ildən bəri də olan qisasımızı almışıq. Bizə düşən payın ən belə deyək, özümüzə düşən payı yerinə yetirmişik. Amma biz yenə də deyirəm, döyüşəndə biz kişi kimi döyüşdük. Onlar kimi qadından, uşaqdan, həmən vaxt döyüşdə yenə o xislətlərindən əl çəkmirdilər. Bizim Gəncəni vurdular, ondan sonra neçə bir rayonlarımızı vurdular. Uşaq, yenə orada körpələr oldu. Amma biz də vura bilərdik. Biz də onu eləyə bilərdik. Amma biz onları eləmədik. Biz kişi kimi döyüşdük. Sanaqsız Sığınaq kəndindən başladı səslər gəlməyə. Uşaqlar, bizdə onda sərhəd qoşunlarının bir qrupu 6-7 nəfəri bizə qoşulmuşlar. Bizə elə bil ki, dəstək vermişlər. Onlar da həmən vaxtı bizlə idi. Snayperlə atırlar, uşaqlar avtomatla atırlar. Başladılar səs gəlməyə. Orada dedim, bu söz bu nə deməkdir? Bu səs var. O 92-ci ildə, 93-cü illərdə gələn səslər var. Bax, indi o səslərdir ki, bizim ürəyimizin qasına olan yarasına məlhəmdir. Bax, bu səslər. Biz onunla girdik, Sığınaq kəndinə, Çanaqçı kəndini keçdik. Orada ermənilərini qoymuşlar. Mənim orada bir danışığım da var. Qoca erməni ilə 2 dənə ermənindən biri bir-birinə üzr istəyirəm, altlarına olar. Amma sizinkilər var ha, sizinkilər. Sizinkilər bizim qocaları tapsaydı belə eləməzdi. Oradan biz irəlilədik üzü Şuşa istiqamətinə. Şuşa istiqamətində belə deyək də Daşaltı tərəfdə mən yaralandım da. Tam demək, Daşaltı demək olmaz, amma o istiqamətdə 1553 ilində mən yaralandım. Orada demək, keçdik biz meşəni, Topxana meşəsinə tərəf. Düşdük meşəyə, meşənin içindən bizim qabağımızda ermənilər var idi. Öləsi komandir dedi ki, buradan gedməkdə, buradan geçsək açıq hədəf olarıq, açıqlıq idi. Çıxdıq biz, elə bil ki, qalxdıq
1553 yüksəkliyinə qalxmalı idi oradan. Balaca bir təpə var idi, oranı qalxdıq. Orada bir dənə erməni var idi. Bir iki erməni bilmirəm də indi təqribi yəqin ki o istiqamətdə qaçdılar, yoxsa necə? Bizim qabağımızda bizdə raket ağır olduğuna, bir də ki raketin qurğusu ağır olduğuna görə yəni biz elə bil ki biraz dəstənin orta hissəsində gedirdik. Ya arxa hissəsində dağda da çıxdırım təpəliklərdir, çatdıra bilmirdik. Yəni yük ağır idi. Bir var ki, avtomat, bir var, belə deyək, üstündəki mərmilər. Hə, üstümüzə təsəvvürlə məndə, bilmirəm, 9-dən 8-dən daraq var. Elə avtomat darağı içi dolu, pastanın dolu. Onunla avtomatım, üstümdə raket, onun qurğusu, indi hərə paylanır da, qurğunu biri götürürdü, raketi biri götürürdü, ayaqlıqları biri götürürdü. Yəni, qalxdıq yuxarı, birazdan sonra başladı görülür, ermənilər aşağıdan seyirlər də biz tərəfə hücuma keçmək istəyirlər yuxarı. Uşaqlar snayperlə, ondan sonra OSP ilə, avtomatla vurdular. Biz gördük, dolu şəxsiyyət gəlir maşınla. Dəstə komandı dedi ki, o dolu maşını qoymayın şeyliyə, düşək içindən də, elə maşın qarşıq vurun. Nemət qurğunu qoydu, raketi taxdım, belə deyək də, hədəfə nişan aldı, atdı. Yəni, o Füzulidəki hadisə var idi, yəni, parçalanma. O parçalanma, həmən parçalanmada orada getdi, həmən vəziyyət. Biraz onlar da seyrəndən sonra indi yaralılarını çıxartdılar, neynədilər, nağarırlar, məsafə çoxdur, indi raketlə atandan atana görmək olurdu da. Biraz ara sakitləşdi orada. Ara sakitləşdi, indi dedik ki, bəlkə biraz sakitləşdi. Uşaqlar bizdə orada ağır snayperlə zadından uşaqlar baxırdı. Dedilər ki, meşənin içində nəsə adam var, buranı göstərir bizim üstümüzə. Amma mərmi çatacaq məsafədə deyil də, nə OSV çatacaq məsafədədir, nə SVD-nin çatmaq. Yəni, ən uzaq mənzilli bizdə OSV idi, atıcı silahlardan, bir də SVD idi, indi avtomat da işte, avtomat. Bir də raket idi, raket də bir nəfərdən sarı atmaq olmaz, tank üçün. Dedə buranı göstərir. Başlarlar, onunla bir üstündən olar bir 20 dəqiqə, yarım saat, bəlkə də belə vaxt keçəndən sonra başlarlar bizi vurmağa, həmən durduğumuz mövqeyi. Yəni, fasiləsiz vururlar, fosfor mərmilər təsəvvür elə. Orada elə bir vəziyyət yarandı, yaralı, şəhid. Bizim də elə bil ki, aşağımız uçurumdur, çox uçurumdur. Qabağımızda belə daş var. Hündürlüyü olar bir 70 sant, 80 sant daşlıqdır beləncə. Biz də orada mövqeylənmişik. Yəni, bizim ağlımıza gəlməz ki, yəni ora mərmi düşə də, təsəvvür eləməz ki, ora minamyot düşə ora. Bizə elə bir ki, adi haldır da bizdə. Oturmuşuq orada, yəni bizim üstümüzə gələn düşmən olmadığına ki, rahatıq da biz orada. Biz əsas mövqeyimizi qurmuşuq. Tapşırığımızı gözləyirik ki, müəyyən bir hansı tapşırığa gedək də. Orada bizdə xüsusi Milli Ordunun heyətindən də qatılmışdı, bizim elə bir ki, gəlmişdi. O da necə, yəni dəstək üçün gəlmişdilər də. Artıq biz Şuşaya yaxınlaşırıq da, Daşaltı Şuşa istiqamətində. Bura ağır, həm də ki, gələ-gələ yaralılarımız, şəhidlərimiz çox olduğuna görə biz şəxsiyyət azalmışıq. Orada indi münasibətim var o uşaqla, Milli Ordunundur, ehtiyatdadır indi. Bizdə uşaq var, onun qoluna qəlpə dəydi. Elə atılan qəlpədən biri girdi onun qoluna. Bu da indi baxır, görürlər ki, bu çıxartdı, qolun bağladı, özünə iynəni vurdu, açdı, çıxartdı, iynəni vurdu, qolunu seynədə. Bunlar da baxır ki, bu nağar, bu neyinir, bu nə vəziyyətdir. Həmən uşaq xidmətdədir hal-hazırda. Allah canı sağlasın, canavar kimi oğullardan biridir. Bunlar da baxır ki, bu nağardır, bu qolun bağladı, öz qoluna iynəni vurdu. Bizə dedi ki, məsələn, gəldi bizi o tərəfdən, sən bura girmə, bura mı? Biz baxır, indi özü mənədə söhbət edir. Deyir,
bu nağarır, bu neynir? Elə bil biz yaralanmışıq, bu şeydədir. Deyirəm, bizim uşaqlar üçün bu adi bir şeydir də. Yəni bizdə qol qopmayana qədər, qıç qopmayana qədər, bədəndən can çıxmayana qədər bizdə belədir. Əlindən gələn hər şeyi eləyirsən. Biz elə bil ki, həmən vaxtı bizə inanmazdıq ki, həmən biz oturduğumuz mövqeyə minamyot düşədə. Məndən əlavə uşaq var idi, Əhmədov Alim. Məndən o tərəfə belə deyək, bir nəfər var idi, sonra Cavadlı Neymət idi. Belənsə uzanmışıq bu istiqamət. Biz onu da bir də gördük ki, minamyot düşdü orada. Minamyot düşdü. Arxa hissədən mən elə bir ki, istilik gəldi. Mən deyim, bəlkə mən bir-iki dəfə vanna tutub, yəni döyüşdə də, minamyotun vannası. Dedim, mən yəqin ki, yenə vannası tutdu. Hiss eləməz. Gördüm, həmən vaxt Əhmədov Alimin alnından girmişdi buradan, qəlbə, ayağından girmişdi. Neymət də, rəhmətli Neymət də o tərəfdə gördüm, qanın içindədir. Qanın içindədir. Mən deyərəm ki, mən üçün döyüşün ən ağır, belə deyək, vəziyyəti mən üçün o idi. Bu mənzərəni görmək. Yəni, biz o uşaqlarla pastane bir otaqda 2 il, 3 il bir yerdə qalmışıq. Bir-birimizin ağzından qurtum-qurtum su içmişik, bir-birimizlə necə deyim, yəni dostluq, qardaşlıq, ailə, hər bir şey insan üçün mən deyərəm ki, orada olduğum insandır. Biz ailəmizdən uzaqıq, amma bir yerdəyik, hamımız bir ailə idi. Mən deyərdim ki, ən çətin mən üçün vəziyyət o uşaqları orada görmək oldu. Çünki orada o vəziyyətdə gördüm, öz yaralarımı təsəvvür edin, mən bilmirdim də mən nə dərəcədə yaralanmışam, nə vəziyyətdə yaralanmışam. O uşaqları elə bir vəziyyətdə gördüm, elə bildim ki, mən üçün hər şey dayandı da bir nöqtədən sonra. Neymət orada qəlpə tutub, Əhmədov Alim qanın içində başı, qolu, orada Kazım Turqay var idi, onun qolu təsəvvürlə sınıb buradan, sallanır, qəlpə tutub da. Həmən vaxt mən dəstənin həkiminə sarı qalxdım. Dedi, nə oldu? Dedi, mən heç nə, uşaqlar qırıldı da orada. Dedi, sənə nə oldu? Dedi, mən heç nə. Dedi, bəs, dedi, mən heç nə, uşaqlar qırıldı. Mən belə deyək də, orada vəziyyətdə biraz şeyə düşdüm də, elə bil. Mən həmən vaxt gördüm, bədənimdə nəsə istilik gedir arxadan. Arxa istilik gedir, başım gicəlləndi. Başım gicəlləndi, dizlərimi qoydum yerə. Taborun həkimi var idi, həkim gəldi, baxdı, dedi, mən heç nə, dedi, sən xəbərin var, nə vəziyyətdəsin. Mənə qəlpələr tutmuşdu, ondan sonra bizi təxliyə elədilər. Təsəvvür edin, bizim döyüş geyimimiz var. Mən o döyüş geyimini həkimlər Füzulidə mənə gəlib əynimdən döyüş formanı çıxartmağa ki, kəsib çıxartmaq, mən qoymuram, deyirəm, çıxartma onda. Kəsim nə üçün çıxardırlar? Yaralar əzilməsində bədəndən bir var ki, çıxardasam, bir var ki, belə deyək də, kəsib çıxardanda yaralar, məndə də arxada yara çox idi də, qəlpə, 8 dənə qəlpə tutmuşdu mənə. Mən də həkimlər gördüm, kəsməsinim nə varsan, dedi, kəsib çıxart. Dedim, kəsib çıxartma da mənim formam. Bizdə döyüş forması idi, 200-lü döyüş forması var. Dedim, mən onunla dala qaydacam da. Deyir, hara qaydacaqsın, sənin özündən xəbərin var. Deyir, amma sənin nə işin var, mənim formamı kəsmə də, çıxartma. Yaralarıma baxmaq üçün. Dedim, belə çıxar. Görürlər, mümkündür də, mən dirəşmişəm ki, yəni formamı çıxartmam da, o forma ilə də mən qaydacam da. 210 dizliklərində şeylər var, kalçuklar, zatlar var, qollarında kalçuk var. Həm də ki, belə deyək də, indi mən gedib xəstəxanadan sonra onu hardan tapacam, nətər qaydacam dala. Mən o dərd götürüb ki, o formanı verməsinlər də, elə qanlı, deyir, o olmasa qanın çıxardaq şeyləyər. Deyirəm, heç nə eləməm də, qoyun yanıma mən. Mən yaralansam da, indi qaydacam. Həkim deyir, sənin xəbərin var özündən. Deyir, amma qaydacam da, sənin nə işin var, sən mənim formama dəymə. Sonra gətirdilər Füzuli hospitalına. Mənə dedilər ki, sən ürəyə qəlpə gedib.
İndi bilmirəm də tibb elmində onu necə deyirlər, necə izah edirlər. Mən ora qədər də yenə mənə çatmır ki, mənim fikrim oradakı uşaqların yanındadır. Yəni bütün hər şey ordadır. Beyin ordadır. Mənə deyirlər ki, filan yerində qəlpə var, mənə çatmır. Deyirəm ki, hə. Deyirlər böyrənin üstünə qəlpə gedib, deyirəm adi bir şey gəlir. Orada məni gətirdilər xəstəxanaya. Xəstəxanaya gətirəndən sonra uşaqlar əlaqə zəng elədi. Bilmirəm 2 gün idi. 3 gün mən ağır əməliyyat keçirdim. Açıq ürək əməliyyatı keçirdim. O həmin vaxtdan sonra bir müddət elə bil ki, bir gün komada qaldım. Belə olar da vaxt o tərəfə biraz vaxt uzandı. Sonra mən uşaqlarla indi çıxmışam ki, əlaqəyə. Kim var, kim yoxdur. Gördüm, mən uşaq var idi, xidmətdədir həmən uşaq. Dedi ki, Zeynallı Aqil şəhid olub. Orada elə birinci mərmi düşmüşdü Zeynallı Aqilin yanına. Snayperist idi, o da Sabirabaddan idi. Canavar kimi oğullardan biri idi. Həqiqətən, nə bilim. Orada o Caladlı Nemət, o da elə siz orada olanda bildiniz, gördünüz, şəhid oldu. Yox, orada olmadı. O qan itkisi getmişdi. Onu təxliyəyə çıxardana qədər. Amma orada sağ idi. Hə, orada sağ idi. Çünki onun yaraları daha dərində idi. Məsafə çox idi, danışa bildiniz əlaqə. Yox, məsafə az idi. Danışırdıq bir-birimizdən. Yaralı idim, mən də yaralı idim. O da yaralı idi. Kazım Turqay idi. Amma Zeynallı Aqil, Allah ailəsinə səbir versin. Zeynallı Aqil ilə yerində şəhid oldu. Çünki birinci minamyotun elə bil ən yaxınına düşəni o oldu, birinci. Bizə elə bil ki, qəlpələri tutdu həmən vaxt. Rəhmətli Neməti də çıxardanda qan itkisindən, qanın ucu saxlaya bilmirlər. Qəlpə yaraları çox idi onda. Sizinlə bir yerdə çıxartdılar onları? Məni çıxartdılar, dalınca onu çıxartmışdılar. Elə bil ki, gətirirdilər, bizi balaca maşınlar yoxdur, balaca kvadrat zatlar var, o maşınlar var idi bizi təxliyə çıxartmaq üçün. Elə bir hansı yaralı gəlirdi, qoyurdular, çıxardırdılar. Həmən vaxt mən də yəni özümdə olmamışam. Çox belə deyək, acınacaqlı vəziyyətdə idim mənim yaralanmağım. Həmən vaxt xəstəxanada bildim ki, rəhmətli Nemət şəhid oldu. Evin tək oğlu idi. Yəni yaxın ailə hamısı bizim üçün, şəhidlərimiz hamısı bizim üçün əzizdir, yaxındır, doğmadır, qardaşımızdır. Bu günləri vallahi biz, mən şəhid evlərinə gedəndə elə bilirəm ki, həmən vəziyyəti təzədən yaşayıram. Yəni ki, nətər deyim sizə, həmən o 5 il bundan qabaq olan, 5-ci ilə keçib də müharibənin, 5 il bundan qabaq olan bir şeyi təzədən yaşayıram. Məsələn, şəhid övladlarını görürəm, öz övladımı belə deyək də, əzizləməyə üçün məndə yaranır ki, o atasızdır, atası şəhid olub, mən onların yanında istəmirəm də övladımı əzizləyəm. Yəni, bugünkü gün bəzən o şəhid evlərinə gedənlər, onu daha yaxşı döyüşçülər bilər. Yəni, o anı yaşayanlar bilər. Bir də indi ailələr də deyərəm, bəlkə ailə də başqa tərəfdən yaralıdır. Biz başqa bir tərəfdən yaralıyıq. Yəni, onların da yarası başqadır, bizim də yaramız başqadır. Biz onların evinə gedəndə ən azından 5 il bundan qabaq olan bir şey elə bil təzədən yaşayırıq. Təzədən, necə deyim, o yaralarımız qasnaq bağlıdır. Amma çox şükür Allaha ki, indi biz də yəqin ki, heç kim daimi deyil bu həyatda. Vaxt olacaq ki, şəhidlərimizdən, qazilərimizdən danışanda ən böyük, belə tarixdə iz qoyan döyüşlərdən biri oldu, Qarabağ döyüşləri. Yəni, bunun üçün ən azından gənc nəsilə, bizdən öncəyin nəsilə nəsə, belə deyək, əmanət bir şey qoyduq da, ən azından bizim ən böyük təsəllimiz odur. İtirilən torpaqlarımızı, itirilən qürurumuzu, itirilən şərəfimizi, hər şeyimizi, belə deyək, o Qarabağ döyüş, 44 gün müharibə var idi. Elə bil ki, 44 gün içində hər bir şeyi biz geri qaytardıq.
itirilən şərəfimizi, itirilən qeyrətimizi, itirilən namusumuzu. Ona qədər mən deyərəm ki, bəlkə hər şey bizdə yarımçıq idi Azərbaycanda. Bəlkə özünüz də hiss edibsiniz. Dərsliklərdə olsun, ondan sonra. Hələ biz, belə deyək, o anı mən 92-ci ildə heç, bəlkə mən doğulmamışdım. Bəlkə yox, doğulmamışdım. Mən 97-ci ilə. 92-ci ildə mən doğulmamışdım. Heç o anı bəlkə görənlər bilər. Amma mən, belə deyək, çəkilən kadrlardan, oxulan dərsliklərdən oxuyub bu yerə gəlib çıxmışıq. Amma bu günləri elə bir nəsil var, bunların hamısını gördü. Bir-birinə ötürəcəklər ki, bizim ən azından biz nələr eləmişik, nələrə qadirik. Bir 44 günlük müharibə bizim, belə deyək, Azərbaycanın təkcə 20% torpağın yox. Mən deyərəm, 20% itirilən şərəfin, qeyrətin, namusun bərpa elədi. Bu, Büyük Qarabağ torpağı təkcə Qarabağlılar üçün deyil, hamımız üçün bir qeyrətlərimizdir. Çünki bizim o vaxtı fərqi yoxdur. Ana bacılarımız, qardaşlarımız, ondan sonra qocalarımız, yaşlılarımız hamısı, belə deyək, orada çox, necə deyim, acınacaqlı bir vəziyyətdə can verib. Allah hamısının ailəsinə səbir versin, qalanlarına can sağlığı versin. Biz, belə deyək, xüsusi təyinatlı qüvvələr olaraq təkcə öz adımdan demirəm, bunu döyüşçü yoldaşlarımın adından deyirəm, xidmətdə olan yoldaşlarımızın adından deyirəm. Çünki bu günləri bizim ən böyük, belə deyək, fərqi yoxdur. Bu günlər biz qazi olmuşuq, onlar veteran olub. Onların adından deyə bilərəm ki, çox bir, böyük bir qürur hissi ilə deyə bilərəm ki, biz Azərbaycanın itirilən şərəfin, qeyrətin geri qaytardıq. Çox sağ olun, təşəkkür edirəm. Həqiqətən də o qədər belə ürəklə, gözəl şəkildə danışdınız. Həm belə ümumi olaraq, həm də döyüş yolunuzdan, qəhrəmanlığınızdan təşəkkür edirəm. Gəldiniz, düzdür, istəmirsiniz sizlər ki, danışasınız və s. Amma belə bir şey var ki, xalq öz qəhrəmanını tanımalıdır. Sizin də dediyiniz kimi, yəni bunlar danışılmalıdır ki, bilinsin ki, hansı proseslər olub, nə çətinliklər olub, necə qəhrəmanlıqlar olub. Adicə sizin qrupunuzda olan Cavadlı Nemət, yəni siz birlikdə, qrup şəklində, indi bilmirəm, o sizin qrupun komandiri, bəli, qrup bizim qrupun komandiri, onun görün nə qədər şücaətindən danışdınız, onun qəhrəmanlığından elə neçə erməni dolu maşını partlatmağı, məhv eləməyi, təkcə o yox, yəni onun qarşısını alıb ki, bizim digər əskərlərimiz şəhid olmasın. Yəni bunlar özü böyük qəhrəmanlıqdır. Bir daha təşəkkür edirəm sizə. Yəni həqiqətən düzdür, yaşınız o qədər də çox deyil, 97-ci il, amma yəni çox böyük qəhrəmanlıqlar, çox böyük yol keçmisiniz. Mən də Mirzavidən qardaş öz timsalımda və xüsusi təyinatlı qüvvələr adından əvvəl təşəkkür eləmişdim. Bir daha təşəkkür edirəm ki, bizim belə deyək, qıraqda qalan, uzaqlaşan, bu şeylərdən uzaqlaşan, çəkili bir qıraqda duran qardaşlarımız var. Onları çəkib, belə deyək, işıqlandırıb göstərirsiniz. Allah sizdən də razı olsun. Demək olar ki, siz də bizim bir parçamız olmuşsunuz. Mən sizi izləyirəm, əvvəldən də bizim köhnə döyüşçülərimizdir, xidmətdə çox olan, ən çox çəkilən xidməti olan qardaşlarımız əvvəldən başladı onlar danışmağa. Biz də indi onların müəyyən, onlar qədər də olmasa müəyyən bir döyüş yolumuzdan, belə deyək, qardaşlarımızın böyük, şəhidlərimizin böyük bir döyüş yolundan az da olsa biz də belə deyən gənc nəsilə çatdırmağa çalışdıq. Sizdən də çox sağ ol deyirəm. Sağ olun. Təşəkkürlər. Sağ olun.